Deməli, oxulu ikinci hissə 2025 hərəkət oxşarlığının görülməsindən simmetriya teoriyaları paralel götürməli. Həmşəri kimi tək olanları mən işləyirəm, cüt olanları siz. Deyir ki, A mənfi 3A və B mənfi 2 nöqtələri ordinat oxuna nəzərən simmetrik olarsa. Bilirsiniz ki, ordinat oxuna nəzərən simmetrik olan nöqtələrin ordinatları bərabər, absisləri isə əks tərəfdə olur. Yəni, ordinatın yerində adılan A-dır, A bərabərdir mənfi 2-dir. Absislər isə əksdir. B bərabərdir, artıq mənfi 3-ün əksi 3 edir. Mənfi 2, 3, Y variantı. Getirik üçüncüyə, 3 belə uşaq. A mənfi 3, B-dəki mənfi 2, B. Koordinat başlanğıcına nəzərə simmetriyadır. Hər ikisi bir-birinin əksi. Deməli, A bərabər olur, bunun əksi 2, B də bərabər olur 3. B variantı. Getirik 5-ciyə. 5-ci belə uşaq. Paralel köçürmədə 3 mənfi 5 nöqtəsi keçir 5 nöqtəsinə. Bu paralel köçürmədə mənfi 1, 3 nöqtəsi hansı nöqtəyə keçir? Əvvəla paralel köçürmənin ədədlərini təyin edirik də. Bundan bunu çıxanda A bərabərdir 2-dir, bundan bunu çıxanda da B bərabərdir 10-dur. Deməli, X ştirik bərabərdir, X üstə görə 2-dir, Y ştirik bərabərdir, Y üstə görə 10-dur. Deyil görünündür, mənfi 1, 3 hansına keçir? 1, 13 nöqtəsinə. Getirik 7-ciyə. 7-də deyil uşaqlar, paralel köçürmədə 2, mənfi 1 nöqtəsi, 3, mənfi 4 nöqtəsinə keçir. Bu paralel köçürmədə 3, mənfi 4 nöqtəsi hansı nöqtəyə keçir? Bəyəkki kimi, bundan bunu çıxılır, A bərabərdir 1-dir, B bərabərdir mənfi 3-dür, yəni Y ştirik bərabərdir, X üstə gələk 1, Y ştirik bərabərdir, Y çıxar 3-dür. X üstə gələk 1 elədir 4, Y 4 mənfi 7. Y variantı. Getirik 9-a. 9 deyir ki, YZ müstəvisinə nəzərən F 1, mənfi 1, 5 nöqtəsi ilə simmetri olur. Bilirsiniz ki, Y-dən Z qalır, X dəyişir. M ştirik neçə olur? Mənfi 1, mənfi 1, 5. Getirik 11-ə. 11-də deyir ki, hansı figurun simmetriya oxu yoxdur uşaqlar? Baxın, bu bizə A variantıdır, şu adı. Sonra 13-də düzbucaqlının neçə simmetri oxu var? 2 dənə C variantı. Getirik 15-ə. 15. Belə. A mənfi 4A və B 3B nöqtələri Y bərabərdir X düz xəttinə nəzərən simmetrik. Yerini dəyişir bilirsiniz. A olacaq nəyə? 3-ə bərabərdir. B-dəki mənfi 4-ə. A variantı. Neçə idi? 15. 17-yə keçək uşaqlar. 17-də nə var? 17-də deyir ki, Y ştirik bərabərdir X çıxaq 3, Y ştirik bərabərdir Y üstə gələk 1, 2, 1 nöqtəsi hansı nöqtəyə keçir? Mənfi 1, 2. Y variantı. 19-a baxaq. 19 bir balaca. Bunlara nisbətən maraqlıdır. Mənfi 1 müstəqinə nəzərən A, mənfi 2, 3 nöqtəsinə simmetri olan nöqtənin koordinatını bulun. Bax, əyani sürətdə göstərəm. Mənfi 2, 3. Bax, bu 1, 2, 3-dür. Bu mənfi 1, mənfi 2. Bu da mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5, ərəlik belə sayır. Bu X deyil. Deməli, A nöqtəsi mənfi 2, 3 bura A. Mənfi 2, 3. Bura mənfi 1, mənfi 2, bu da 1, 2, 3. 1 mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5, bu üzərdə 1. Mənfi 6-ya
y-1 mənfi 1 düz xətti bu. y-1 mənfi 1. İndi buna nəzərən simmetriyada bilirsiniz ki, nədir olurdu? Perpendikulyarı indiririk. Neçədən oldu? 1, 2, 3, 4. Özü qədər də uzaldır. Nə oldu onda? Ağaçları olacaq. Mənfi 1, 4 qədər azaldığında absisləri eynidir. Mənfi 2, mənfi 5 nöqtəsi olur. S. Keçirik 21-ə. 21. 21 belə A, 2, A üstə gələk 5. B-dəki B çıxar 3, 4 nöqtələri S. 1-3 nöqtəsinə nəzərə simmetri olarsa A-nı B tapır. Simmetriya nə zaman olur? S nöqtəsi deməli bunların orta nöqtəsi. 2, A üstə gələk 5-dir. Burası S nöqtəsi 1, 3-dür. Bunlar ki, B nöqtəsi B çıxar 3, 4. Toplu bir ağ bölürəm. Deməli, 2 üstə gələk B çıxar 3, bölək 2 bərabər 1. Burada da A üstə gələk 5, üstə gələk 4, bölək 2 bərabər də 3 də bu. Birincidən deməli, B çıxar 1 bərabər neçəyə? 2-yə, B bərabər də 3-dür. Buradan da A üstə gələk 9, bərabər də 6-ya, deməli, A bərabər də mənfi 3. A mənfi 3, B də 3. Y variant. Y variant. Keçir 23-ə. 23-də deyir ki, A 5 mənfi 6 və B mənfi 15, 20 nöqtələri verilmişdir. AB parçasının S orta nöqtəsi o ilə oyub soxulan nəzərən simmetri. Birinci S-ni tapır. S nəyə baxır? Bu ikisinin cəmini yarısı. Mənfi 5. Bu ikisinin də cəmini yarısı. 7 də bu ilədir. Düzdür. Deyir ki, oyub soxulan nəzərən simmetri olan nöqtəni bulunur. Seçdir. Oyub soxulanda nə olur? X qalır, o birisi mənfi 5, mənfi 7 nöqtəsi. B. 25-ə baxaq. Görək 25 nədir? Deyir ki, o x-i müstəvisinə nəzərən A, 3, 5, 4 nöqtəsinə simmetri olan nöqtə. Nə dəyişəcək? Ağaçdırıq neçə edir? 3, mənfi 5, 4. A variant. A. Keçirik 27-yə. 27. 27 də belə bunu oxşar. Deyir ki, o y-z-ə nəzərən E, mənfi 1, 2, 1 nöqtəsinə simmetri. X-i dəyişəndə ondan olur. 1, 2, 1. B variant. 29-a baxın. 29-da deyir ki, A, 2, 8 və B, mənfi 6, 12 nöqtələri verir. Paralel köçürmədə A nöqtəsi AB-nin orta nöqtəsinə keçir. AB-nin orta nöqtəsini tapılır. S deməli, toplu qarşılığında mənfi 2, toplu qarşılığında 10. A nöqtəsi S-yə keçir. A, 2, 8 keçir S-yə. Deməli, onda A ədədi nədir? Mənfi 4, B ədədi də 2. Başqa sözdə y' bərabər x çıxar 4-dür, y' bərabərdir, y üstə görə 2. İndi deyir ki, M 1, 7 nöqtəsi hansına keçir? M üstə. 1 üstə mənfi 4 elədir, mənfi 3, 7 üstə 2, mənfi 3, 9 var mı? A variant. A variant. Keçirik 31-ə. 31 belə. Paralel köçürmədə mənfi 2, 1 nöqtəsi, mənfi 1, 3 nöqtəsinə keçirsə, mənfi 1, 1 nöqtəsi hansı nöqtədir? A bərabər 1 elədir, B bərabər 2 elədir, deməli x' bərabər x üstə gələk 1, y üstə gələk 2. İndi nə olur? Bu da keçir 0, 3 nöqtəsinə. A variant. A variantı. 33-a baxın. Bu da bəyətdən oxşar uşaqlar. Deyir bərabər 2 düz xəttinə nəzərən A, 2 mənfi 1 nöqtəsinə simmetri olan nöqtənin koordinatlarını. 2 mənfi 1. Bax. Bu 1, 2. Burada mənfi 1. A nöqtəsidir, 2 mənfi 1. Mənfi 1, 1, 2. 1 bərabər 2. Bu 1, 2.
y bərabər 2. Neçə dənə oldu aşağılar bura? 1, 2, 3. 2-nin üstə 3 gələndə neçədir? 5. Ağaçdırıq. Ağaçdırıq doğru 2, 5. C variantı. C variantı. Getirik 35'e. 35 nəfərdir. 35. 35 də verəm. O, Z müstəvisinə nəzərən A1, 1, 1 nöqtəsindən simmetri olmaqda. X əksinə dəyişir da, mənfi 1, 1. B, D. Getirik 37'ye. Böyle 37 nədir? Hə, 37'də də belə eləsin də. Deyir 90 dərəcə sadə əqrəbin əksidir. Götürürsən belə fırladırsan 90 dərəcə. Gör hansını verir. Hansı oldu? D, D variantı. 37'də cavab D. Getirik 39'a. Bu sonuncudur. 39'da deyir ki, koordinat başlanğıcına simmetriyada. Koordinat başlanğıcına simmetriyada x bərabər -5, y bərabər 7. Bu birincisidir. İkincisində x bərabərdir 4, y bərabərdir 8'dir. Üçüncüsündə x bərabərdir 6, y bərabər -10. İndi toplayın görün nə verir, 40'a qədər evdə yazarsınız. Bu qədər.